Məktəbin ərazisi olmamış kimi kənar şəxslərə bölərək satırlar. Və bu barədə Ağdaş rayon icra başçısı Orxan Hüseynzadə, Firdosi Məmmədov, Ağdaş rayon Ləki qəsəbə icra nümayəndəsi Elsəvər Hacıyevin dəfələrlə məktubları ünvanlasaq da, qəbullarında olsaq da, hətta Ağdaş rayon Ləki qəsəbə direktoru Aysel Hacıyevə qəbulunda şəxsən olub, bax, məktəbin ərazisinin zəbt olunduğunu bildirsən belə, heç bir tədbir görülmür. Sadəcə bunların 6 hektar yarım 1986-cı ildə Ulu Öndər Heydər Əliyevin ayırdığı 6 hektar yarım torpağı zəbt eləyərək, baxın, kənar şəxslərə satmaqla məşğuldular. 2007-ci ildə İlham Əliyevin büdcədən ayırdığı Ağdaş rayon Ləki qəsəbə və onun balansında olan 2 mərtəbəli binanın əsası təmiri üçün büdcədən ayırdığı pulu mənimsəyib yedikdən sonra məktəbin sənədlərini itirərək, bax, məktəbin ərazisidir bura, baxın, bax, 25 tonluq səni götürüb aparmışlar, məktəbin işıq transformatorunu aparıblar. Baxın, bax, indi də bax, bir qıraqdan Aysel Hacıyev, məktəb direktoru Aysel Hacıyev birbaşa özünü bax bura gətirərək, baxın, bax, məktəbin ərazisinin zəbt olunduğunu bax arxa tərəfdən. Baxın, bax, görürsünüz, baxın, bax, məktəbin hasarın söküblər, bu qaz durbasından bir hasar olmalıdır. Bax, qabağına belə ağaçlar tikiblər, ağacın dalında, baxın, bax, buraları zəbt eləyirlər. Bu barədə icra başçısı Orxan Hüseynzadə, Firdosi Məmmədov, Ağdaş rayon Ləki qəsəbə icra nümayəndəsi Elsəvər Hacıyev qəbulunda olsaq da dəfələrlə heç bir köməklik olunmur və hara istəyirsiniz şikayət eləyin deyə bizə bir cavab verilir. Baxın. Məktəbin zəbt olunmuş əraziləri, baxın. Baxın, bax. Qanunsuz tikiliyə, qanunsuz işıq verərək, baxın, işə salınıb, məktəbin ərazisidir, 6 hektar yarımın içindədir, baxın. Baxın, qanuni şəkildə işləyir, buna da göz yumurlar. Çünki özləri bu məktəbin ərazisinin yol kənarına düşən hissələrini satırlar, baxın.